Salam dostlar, ben bildiğiniz gibi bir tane video paylaşmıştım. Demiştim ki 370 abone olsa ben sual cevap videosu paylaşacağım. Ben videoyu çektim ama biraz 380 aboneye geldi. Ben hala paylaşmamıştım o videoyu çünkü sorular azıydı. Sorularla soranda da bir video 1 dakikada yalanacaqdı. O video değil. İlde sözü çok uzatmadan videoya geçecek. Birinci sualdan başlayalım. Bu arada dostlar bunu da diyeyim. Biraz grip olmuşum. Ona göre sesim değişik gelebilir. Bu için üzülü sayın. Bəli dostlar, birinci sualımız budur. Deyir ki, neçənci sinifsən? Yəni, neçənci sinif olduğumu, yaşımı bundan beri demək istəmirəm. Çünki məsələlər var. İkinci sualda deyir ki, harda qarsan? Bu arada bir şey diyeyim. Ünvan hakkında suallar verməsəz, yəni harda qarsan, haralsan, o haqqda suallar verməsəz mən çox sevinərəm. Buna görə bunu da cevablaya bilməyəcəm, üzrlü sayın. Bəli dostlar, üçüncü sualımızda sevgilim var. Biraz qəribə sual oldu ama bunu cevablaya biləcəm. Sevgilim yoxdur. Yani axırıncı sualımızda deyir ki, en sevdiğin dostun kimdir? Ben en sevdiğim dostum 2-3 tane var. Var Rüqayyə, Arzu, bir de Sevgi. Abonelerimi de çok severim. Onlar da benim dostlarım sayılır. Ama hamınızı severim. Bir de bu üçünü yani bu üçünün yeri geldiğinde ayrıda. Ben dostlar ikinci sualla karşınızdayım. Deyir ki Roblox adı nedir? Roblox adımı da altı yazacağım. Görəsiz altta. Burada var. İkinci en sevdiğin renk. En sevdiğin renk benim evveller morla sarıydı. İndi mavidir. Bir de kırmızıdır. Belə. Və o birisi sualda yenə dedi ki, neçənci sinifdə oxuyursan? Mən dediyim kimi, yəni sinifim, yaşımı bununla belə demək istəmirəm. O birisi sual keçək. Böyüyəndə nə olasın? Böyüyəndə mən yəqin ki, müəllimə zad olaram. İşitdiyimə görə çox maaş alırmış müəllimlər. Puldan asılı deyil, müəllimliyi sevirəm. Olsam da Azərbaycan dili ədəbiyyat müəlliməsi olardım. Evet dostlar, o birisi sualla karşınızdayım. Deyir ki, en sevdiğin mahnı nedir? Yani şarkı Türkçe'de yazıp. Azerbaycan'dan Türkiye'ye selam. En sevdiğim mahnı ben bilmirəm. Min dənə mahnı var mənim sevdiğim. Qərar verəməmişəm mənə nəyi sevirəm, nəyi sevmirəm. Ona göre araşdırıb taparam, yazarım alta. Şok olmuşam ki bu sual mənə 3-cü dəfədir gəlir. Neçə yaşım var? Yaşımı demək istəmirəm. Haral olduğumu da demək istəmirəm. Amma bəlkə bir ara deyərəm, niyə də olmasın? Neçə uşaqsız? Neçə uşaqsız deyəndə 2 uşaqlı qardaşım mən. Bəli dostlar, suallar bu qədər idi. Suallar az idi ama yenə də çəkdim sizin üçün. Bu qədər idi video. O birisi videolara baxanda biraz qısa oldu. Ama yenə də olsun, video videodur. Sağ olun, özünüzə yaxşı baxın. Öptüm.